O belə durur. Deməli uşaqlar, bugün olmaq, etmək, bilmək sözləri haqqında danışacağıq. Biz bunu sizə harada danışmışıq? Frazoloji birləşmələrdə. Demişdik ki, əgər olmaq, etmək, bilmək sözlərini görürsünüzsə, birinci onlar frazoloji birləşmə deyil. Yəni orta məktəb dərsliklərində bunlar frazoloji birləşmə götürülmür. Məsələn, anadan olmaq, kömək etmək. İndi gəlirik hara? Mürəkkəb feillərə. Görək olmaq, etmək, bilmək sözləri hansı hallarda mürəkkəb feil olur? Mürəkkəb dediyimiz, yəni budur ki, məsələn, siz necə günə baxan, ayaqqabı sözləri mürəkkəb götürürsünüz. Bunu asanlıqla rahat götürürsünüz. Amma burada çətinlik çəkirlər çox. Niyə çətinlik çəkirlər? Çünki ayrı yazılır deyə. Amma bunun əsas yolu nədir? Birinci başlayırıq olmaq feilindən. Nə zaman olmaq feili müstəqil işlənir? Yəni tək başına bir söz kimi götürülür. Nə zaman isə mürəkkəb feilin tərkibində işlənir. Əgər olmaq feili yaşamaq, var olmaq mənasını bildirsə, bu zaman müstəqil feil olacaq. Məsələn, tutaq ki, deyirəm ki, Bakıda oluram. Nə edirəm? Bakıda yaşayıram. Oluram, çıxarıram, yerinə nə qoya bilirəm? Yaşamağa qoya bilirəm. Deməli, burada oluram nədir? Müstəqil feildir. Yəni, tək başına işlənib müstəqildir. Burada da sən Bakıda oluram, mürəkkəb feil kimi götürə bilməzsən. Digər hallarda isə artıq bu nə olacaq? Mürəkkəb feil olacaq. Məsələn, deyirəm ki, anadan olmaq. Anadan yaşamaq deyə bilərsən. Və yaxud da, məsələn, burada Bakıda oluram da, Bakını götürürsən yerinə, qoyursan Gəncədə oluram. Qoyursan Hövsanda oluram, düzdür. Amma burada niyə desən, anadan olmağın yerinə anadanı götürüb atadan yaza bilməzsən ki? Deməli, bu nədir artıq? Mürəkkəb feilin tərkib hissəsidir. Müstəqil nə zaman olur? Bu mənaları ifadə edənlər. Etmək sözü. Etmək sözü də həm müstəqil, həm də mürəkkəb feilin tərkib hissəsi olur. Müstəqil nə zaman olur? Həll etmək, icra etmək, mənasını bildirəndə müstəqil feil olur. Məsələn, deyirəm ki, misalı həll etdim. Baxın uşaqlar, misalı həll etdim deyirəm. Misalı etdim deyəcəyim. Misalı etdim. Misalı nə etdim? Həll etdim. İndi misalın yerindən burada etməyin əvvəlində sözü çıxart. Məsələni həll etdim, tapşırığı həll etdim. Hamısını qoya bilirsiniz. Deməli, burada nədir? Müstəqil feildir. İndi gəlin baxaq, kömək etdim sözünə. Digər hallarda artıq müstəqil feil olmur. Mürəkkəb feili tərkibsə. Kömək etməkdə köməyi çıxarıb yerinə nəsə qoya bilərsən? Yox. Parçalaya bilməzsən. Deməli, bu nə olur? Bir yerdə mürəkkəb feil olur. Yəni, bunlar iki söz olsa da, iki söz kimi görünsə də, bunların mənası bir mənanı ifadə etdiyi üçün bunu biz istər cümlə üzvlərində, istər söz birləşmələrində bir söz kimi qəbul edəcəyik. Necə ki, cümlədə ayaqqabı sözünə ayaq nə, qab, nə sualı vermirik ya, bir yerdə deyirik, ayaqqabı nə? Sonra günə baxan sözlərində gün nə, baxan nə etmək sualını verirsən, yoxsa günə baxana bir dənə nə sualını verirsən? Bax, bu da belədir, kömək etmək. Dəsən deməyəsən, nə etmək, kömək etmək. Burada kömək nə, etmək deyə bilməzsən. Bu çünki bir yerdə götürüləcək, mürəkkəb feil olacaq. Və yaxud da, belə bir doğru izah edək, 15 sözü. 15 sayı sənin hansı mənanı ifadə edir? Bunu, düzdür? Sən deyə bilərsən ki, bu bir dənə 10'dur, bir dənə də 5'dir. Ayrı-ayrı sözdür. Yəni, ayrı mənanı ifadə edir. Mənim 15 kitabım var deyəndə sən nə nəzərdə tutursan? Bu rəqəmi nəzərdə tutursan, yəni bunu bir söz kimi götürürsən. Həmçində bu sözlərdə anadan olmağı, kömək etməyi bir söz kimi qəbul eləməlisən. Yaxşı. Sonra, bilməyin qaydası çox rahatdır. Bilməyin qaydası nədir uşaqlar? Bilmək budur ki, əgər bilmək sözündən əvvəlki söz A-ə şəkilçisini qəbul edirsə, deməli, bu necə söz olacaq? Mürəkkəb söz. Əvvəlki söz nə qəbul etməlidir? A-ə şəkilçisi qəbul etməlidir. Məsələn, tutaq ki, deyirəm, yaza bilmək. Oxuya bilmək. Görürsünüz, hamısında nə var? A-ə şəkilçisi var. Özündən əvvəlki A-ə şəkilçisidirsə, bu nə olacaq artıq? Mürəkkəb feil kimi götürəcəyiz.
Yox, bilmək sözü əgər məlumatı olmaq mənasını ifadə edirsə, bu zaman müstəqil olacaq. Məsələn, tutaq ki, deyirəm ki, şeiri bilmək. Yəni, mənim bu şeir haqqında nəyim var? Məlumatım var. Və görürəm ki, özündən əvvəlki sözdə A şəkilsini qəbul etməyib. A şəkilsini qəbul edəndə mürəkkəb feil olub, etməyəndə müstəqil olur. Bir də ümumi baxaq. Olmaq, etmək, bilmək sözləri həm müstəqil şəkildə işlənə bilər, həm də mürəkkəb feilin tərkibində işlənə bilər. Mütləq cümlədə onun mənasını tapmalısan. Məsələn, deyirəm ki, cəsarətli olmaq. Cəsarətli olmaq nədir? Cəsarətin var olmaqdır da, düzdür? Deməli, burada olmaq nədir? Müstəqildir. Amma tutaq ki, deyirəm anadan olmaq. Bəlkə deyirəm, iclasda olmaq. İclasda nə edirsən? Var olursan, orada iştirak edirsən, oradasan, düzdür? Onun içindəsən. Deməli, bu nədir? Müstəqil feildir. Qalan hallarda mürəkkəb. Sonra etməyi yenə dedik ki, əgər etmək, bacarmaq, həll etmək, bilmək, nə isə icra etmək mənasını ifadə edirsə, müstəqil olacaq. Qalan hallarda mürəkkəb olacaq. Bilmək sözü ən asanlıdır. Özündən əvvəlki söz A şəkilsini qəbul edirsə, mürəkkəb olacaq. Qalan hallarda isə nə olacaq? Müstəqil.